xoş gördük Zakir bəy. Buyurun, suallarımıza cavabı sizdən eşidək. Qış aylarının ən çox aktual mövzularından biri də dəm qazı zəhərlənmələridir ki, dəm qazı zəhərlənmələri niyə təhlükəlidir? İnsan çünki bunu hiss etmir, qoxusu olmadığına görə insan bunu bir növ artıq hiss etmədən zəhərlənir və ani ürək ölümləri, ani beyin ölümləri burada tez-tez müşahidə olunur. Dəm qazı zəhərlənməsi zamanı bədəndə nə baş verir? Buradakı dəm qazı dediğimiz şey əslində tibbi adı ilə karbon monoksid. Karbon monoksid qana daxil olaraq normada bizim qanımızda hemoglobinlər var. Hemoglobin neyinir? Oksijeni toxum ağara verir. Bu zaman bizim dediğimiz karbon monoksid gəlir hemoglobinin yerinə oksigenlə birləşir. Hemoglobin toxum ağara oksijeni çox rahat verməsinə baxmayaraq karbon monoksid isə oksijeni özündə tutub saxlayır. Yəni bir növ toxum ağar orqanlarımız oksigensiz qalır. Bədəndə oksigen görünür kimi olmasına baxmayaraq hüceyrələr bundan oksigen qəbul edə bilmirlər və oksigen vacib olan orqanlarımızda isə zədələnmələr baş verir. Nədir bunlar? Beyin, ürək, əsas zədələnən orqanlarımız bunlardır və bu xəstələrdə ən çox da sürətli təsir altına düşən beyindir. Beyin oksigensiz qaldığı anda artıq ciddi şəkildə problemlər ortaya çıxır. Beyin oksigensiz hipoksik ensefalopatiya yaranır, ürəkdə ciddi işemiya yaranır və xəstələrdə ani ölüm halları baş verir. Bu zaman nə etmək lazımdır? Birinci növbədə əgər dəm qazı zəhərlənməsi şübhəsi olan insanlar bir məna olaraq oksigenlə təmin olmalıdır. Yüksək dərəcədə oksigenlə təmin olmalıdır. Zəhər olduğu mühitdən təmiz havaya mütləq çıxarılmalıdır vətəndaş, xəsarət almış və təcili olaraq ona əgər yaxındadırsa oksigen dəstəyi verilməlidir. Yoxsa mütləq şəkildə təcili tibbi yardıma müraciət olunaraq xəstəxanaya qaldırılmalıdır. Amma yenə dediyimiz kimi dəm qazı zəhərlənmələri qış aylarında çox tez müşahidə olunur və öldürücülüyü həddindən artıq çoxdur. Ona görə insanlar evlərində mütləq sobaları istifadə edərkən və yaxud da digər istici avadanlıqları istifadə edərkən bunlara mütləq nəzarət olunmalıdır və daimi olaraq da onlar yoxlanışını keçirməlidir. Teşekkür